Herkese salam. Bugün riyaziyyatdan dersimiz 2. sinif bölmə 3, səhifə 30-dan 40-a, 42-yə qədər olacaq. Deməli, bölmə 3-ü tamamilə işləyəcəyik bugün. Tapşırıq 1-də deyilir ki, fərqi tapın. 17-dən 7 çıxanda cavab qalır 10. 18-dən 4 çıxanda 14. 13-dən 5 çıxanda cavab qalacaq 8. 17-dən 0 çıxanda, hər hansı bir ədəddən 0 çıxanda cavab elə həmin ədədin özü eləyir. Yəni 17-dən 0 çıxmaq, 17-dən heç nə çıxmaq deməkdir. 12-dən 9 çıxanda cavab qalacaq 3. 19-dan 0, yox, 19-dan 10 çıxacaq, cavab qalacaq 9. 15-dən 3 çıxacaq, 12. 14-dən 14 çıxanda neçə qalır? Ədəddən özünü çıxanda cavabda 0 qalır. 19-dan 7 çıxacaq, 12. İndi alt-alta çıxmadı. Toplama qaydasına demişdik ki, təklikləri təkliklərlə, onluqları onluqlarla toplayırıq. İndi çıxacaq 7-dən 3-ünü. 7-dən 3 çıxanda qalacaq 4. 1-in altı boşdur. 1-i gətirib yazacaq bura. Cavab olacaq 14. 18-dən 5 çıxanda 8-dən 5 çıxırıq. Cavab qalır 3. 1-i də aşağı indiririk 13. 15-dən 4 çıxacaq. 5-dən 4 çıxanda 1. 1-i də aşağı indiririk 1. Bu şəkildə. Sonra keçdik tapşırıq 2-yə. Tapşırıq 2-də deyilir ki, tərəzinin gözlərini bərabərləşdirmək üçün neçə kub götürmək və ya əlavə etmək lazımdır. Boş xanalara uyğun ədədləri tapın. Yəni burada həm toplama əməli edəcəyik, həm də çıxma əməli. 14-dən neçə çıxsaq 6 qalar. 14-dən 8 çıxanda 6 qalır. 7-nin üstünə neçə gəlsək 15 eləyər. 7-nin üstünə 8 gələndə 15 eləyəcək. 8-in üstünə neçə gəlsək 12 eləyər. 8-in üstünə 4 gələcək. 9-un üstünə neçə gələndə 16 eləyər. 9-un üstünə 7 gələndə 16 eləyər. 14-ün üstünə 6-nın üstünə neçə gəlsək 14 eləyər. Burada bərabərliklərin yerini başqa yerdə yazıblar. Bərabərin yerini dəyişiblər sadəcə. Amma biz nə edəcəyik? Yenə də 6-nın üstünə neçə gəlsək 14 eləyər. Bu sualın cavabını tapmaq üçün cavab 8 alınacaq. 8-in üstünə 6 gələndə cavab 14 eləyər. 15-dən neçə çıxanda 7 qalar. Bax, burada toplamanın tərsini eləyiblər. 15-dən neçə çıxanda 7 qalar. 7-nin üstünə 8 gələndə 15 eləyirdi. Deməli, 15-dən 8 çıxsaq 7 qalacaq. Daha sonra 12-dən neçə çıxsaq 8 qalar. Baxın, buradakı toplama misalının əksini yazıblar. 12-dən 4 çıxsaq 8 qalacaq. 19-dan neçə çıxsaq 16-dan neçə çıxsaq 9 qalacaq. Deməli, 16-dan 7 çıxsaq 9 qalar. Bu şəkildə. Tapşırıq 3-ə keçdik. Tapşırıq 3-də deyilir ki, boş xanalara uyğun olan ədədləri müəyyənləşdirin. Birinci biz boş xanaları tapacağıq. Sonra da misalları yazacaq. Deməli, burada nədən söhbət gedir? Deməli, 2, 4, 6, 8-in üstünə 2, 4, 6, 7. 8-in üstünə 7 gəlib 15 alıb. Yəni 8, 7 və 15 ədədindən 8, 7 və 15 ədədlərindən söhbət gedir burada. 8, 7, 15. Bax, bu 3 dairəsində, bu 3 ədəd dairəsində burada misallar yazacağıq. Yəni söhbət 15-dən gedəndə görürsünüz, yalnız 15, 8 və 7 dairəsində ədədlər verilib. Deməli, cavab olacaq 15. 7-nin üstünə 8 gələndə 15. 15-dən 8 çıxanda cavab alınacaq 7. 15-dən 7 çıxanda cavab eləyəcək 8. Keçdik 13. Burada da 13 almaq üçün 6-nın üstünə neçə gəliblər? Qoyacaq 6-dım, 2, 4, 6. Aha, 2, 4, 6, 7. 6 və 7-ni toplayıblar, 13 alıblar. 6, 7, 13. 6, 7, 13 dairəsində misallar həll edəcəyik. Deməli, 6-nın üstünə 7 gələndə eləyir 13. 7-nin üstünə 6 gələndə eləyir 13.
13'dən 7 çıxanda eləyəcək 6. 13'dən 6 çıxanda eləyəcək 7. Bura 5'dir, bura 6'dır və 11'dir. 5, 6, 11 dairəsində biz misal həll edəcəyik və bu ədədlərdən kənara çıxmayacağıq. 5'in üstünə 6 gələcəm, birinci 11. Sonra 6'nın üstünə 5 gələcəm, cavab eləyəcək 11. Sonra 11'dən 6 çıxacam, cavab eləyəcək 5. Sonra 11'dən 5 çıxacam, cavab eləyəcək 6. Gəlin burada yazaq o misalları. Deməli, 6'nın üstünə 5 gələcəm, bərabərdir 11. Daha sonra 5'in üstünə 6 gələcəm. Cavab eləyəcək 11. Daha sonra bu hissədə 11'dən çıxacam 6, bərabər eləyəcək 5. 11'dən çıxacam 5, cavab eləyəcək 6. Bu şəkildə. 11 dairəsində olan bu şəkildə keçək 17-yə. 17'də sayıram, nöqtələrdəki olan ədədlər biri 8'dir, biri də 9'dur. 8 üstə gələk 9 bərabərdir 17. 9 üstə gələk 8 bərabərdir 17. 17 çıxaq 8 bərabərdir 9. 17 çıxaq 9 bərabərdir 8. Tapşırıq 3 bu şəkildə. Tapşırıq 5'də bizə deyir ki, məchulu tapın. Məchulu tapmaq nədir? Məchul ümumiyyətcə nədir? Bizə verilən ədədlər məlum sayılır, verilməyən ədəd məchul sayılır. Məchul dedikdə burada olan boş xananı, nə bilim, kvadratı və s. bu şəkildə tapırıq. Deməli 14'dən neçə çıxanda 9 qalır? 14'dən 5 çıxanda 9 qalır. 16'dan neçə çıxsaq 8 qalar. 13'dən neçə çıxsaq 9 qalar. 17'dən neçə çıxsaq 17 qalar. Ədəddən 0 çıxanda ədədin özü alınırdı. Bura 0'dır. Daha sonra 15'dən neçə çıxsaq 7 qalar. 15'dən 8 çıxanda 7 qalır. 11'dən neçə çıxsaq 8 qalar. Daha sonra deyir ki, 12'dən neçə çıxsaq 5 qalar. 12'dən təbii ki 7 çıxsaq 5 qalacaq. 18'dən necə çıxsaq 2 qalar. 18'dən 16 çıxanda 2 qalır. 15'dən neçə çıxsaq 10 qalar. Cavab olacaq 5. Neçədən 5 çıxsaq 12 qalar. Artıq biz deməli nəyi tapacağıq? Azalanı. Burada çıxılanları tapdıq. Bayaqdan biz nəyi tapırdıq? Çıxılanı. İndi azalanı tapacağıq. Deməli 17'dən 5 çıxanda cavab 12 alınır. Daha bir azalan misalı. Deməli neçədən deyir? 7 çıxsaq 5 alınır. Cavab olacaq 12. Daha sonra neçədən 4 çıxsaq 11 alınır. Burada azalanımız olacaq 15. Tapşırıq 6'da xana şəklində verib misalı. Ancaq mən dəftərdə onu xana şəklində yazmadım. Sadəcə alt-alta düzdüm. Xətlərini çəkməmişəm. Siz yenə də yerini buradan baxıb orada müəyyənləşdirə bilərsiniz. Deməli toplanan cəm 17'nin üstünə 3 gələndə cavab olacaq 20. Toplanandan birini verib və cəmi verib bizə məchul toplananı tapmaq tapşırılır. Deməli nə edirdik? Cəmdən 6 çıxanda buradakı cavab alınacaq. Deməli bura 10'dur. Daha sonra cəmdən 6 çıxacağıq, buradakı cavabı alacağıq. Daha sonra toplananlar verilib, biz cəmi tapmalıyıq. Cavab eləyir 16. Daha sonra neçənin üstünə 19 gələndə cavab 20 eləyir. Məchul toplananı tapmaq üçün 20'dən 19 çıxacağıq, cavab eləyəcək 1. Aha, keçdik ikinci hissəsinə. 15'dən 5 çıxanda cavab eləyəcək fərqimiz olacaq. Bura azalandı, bura çıxılandı, bura fərqdir. Cavab alınacaq 10. Qəşəng yazmadım. Aha, indi bizə azalan verilib, çıxılan verilməyib, amma fərq verilib. Nə etməliyik? Azalandan hər zaman fərqi çıxırıq, çıxılanı tapmaq üçün. Azalandan 9 çıxacağıq, cavabımız eləyəcək 7. 16'dan 7 çıxanda həqiqətən də 9 eləyir. Amma azalanı tapmaq üçün bayaq biz çıxılanı tapdıq. Azalanı tapmaq üçün isə çıxılanla fərqi toplayırıq. Çıxılanla fərqi toplayanda cavab eləyəcək 20.
Həqiqətən də 20-dən 4 çıxanda 16 qalır. Bizdən çıxılanı soruşur. Azalan verilib, fərq verilib, çıxılanı tapırıq. 13-dən 5 çıxıram. Cavab neçə eləyəcək? Cavab eləyəcək 8. 13-dən 8 çıxanda 5 qalır. Yenə azalanı tapıram. Azalanı tapmaq üçün bunları toplayıram. Çıxılanla fərqi toplayıram. Cavab eləyəcək 19. 19-dan 7 çıxanda 12 qalır. Tapşırıq 7-də deyir ki, Samir boşqabdakı qutablardan 3 dənəsini yedikdən sonra 8-i qaldı. Boşqabda neçə qutab var idi? 3-ün üstünə 8 gələcək. Cavabımız eləyəcək 11. Qabda 11 dənə qutab var imiş. Bu şəkildə. Keçdik hissə 6-ya 2 rəqəmli ədədlə 1 rəqəmli ədədin fərqi. Səhifə 32, 33-ü burada yazacağıq. Deməli, fərqi tapın deyir. Onluq və təkliklərə ayırıb, bax burada başında yazıb. Təklik burada, onluq burada. Təklikləri təkliklərlə, onluqları onluqlarla həll edirik. Təklikləri burada verib bizim üçün. 5-dən 1 çıxanda eləyəcək cavab 4. Onluğun altında heç nə yoxdur. 3-ü götürüb buraya yazırıq. 6-dan 5 çıxanda 1, cavab olacaq 31. 4-dən 3 çıxanda 1, cavab olacaq 61. 9-dan 7 çıxanda 2, 97 çıxanda 2, 8-i indiririk bura. 3-dən 3 çıxanda, ədəddən özünün çıxanda cavabımız eləyəcək 0. 4-ü aşağı indiririk. 8-dən 5 çıxanda 3, burada eləyəcək 6. 7-dən 5 çıxanda eləyəcək 2, 9. Ədədin özünün çıxanda cavab 0 eləyir. 7-dən 4 çıxanda 6-dan 2 çıxacaq. 8-dən 4 çıxacaq. 9-dan 6 çıxacaq. Cavablar bu şəkildə. Tapşırıq 2-də deyir ki, ədəd oxundan istifadə eləməkdən fərqi tapın. Hər zaman neyinirdik? Yaxınlaşırıq ədəd oxuna. 34-ü tapırıq. 34 buradır. 34-dən 4 çıxacam. Cavabımız oldu 30. 30. Daha sonra 48-dən 4 çıxacam. Yaxınlaşıram 48-ə. 48 burada haradır? Bax buradır 48. Sayıram ki, bax bura 44-dür. Gəlib buraya yazıram. 44. 73-dən 1 çıxacam. Yaxınlaşıram 73-ü tapıram. 73 bax buradır. 73-dən 1 çıxıram. Sayıram ki, 72 eləyir. Gəlirəm buraya yazıram. 72. 52-dən 2 çıxacam. 52-ni tapdım. 52-dən 2 geri sayıram. 50. Cavabımız elədi 50. Gəlirəm buraya yazıram. 50. Daha sonra 56-dan 5 çıxacam. Tapıram burada 56-nı. Bu 5 geri sayıram. Cavab elədi 51. Gəlib dəftərimdə yazıram 51. Daha sonra 34-dən 3 çıxıram. 34 buradır. 34-dən 3 çıxıram. Cavab eləyir 31. Buraya yazıram. 31. 99-dan 7 çıxıram. 99 buradır. 7 geri sayıram. Qalır 92. Sonra 67-dən 4 çıxıram. 67-dən 4 çıxanda cavab eləyəcək 63. 98-dən 2 çıxıram. 98-dən 2 çıxıram. Cavab eləyəcək 96. Gəlin azalanı onluq və təkliklərə ayırmaqla fərqi tapaq. Azalanın onluğu 20-dir. Düzdür? Təkliyi isə 9-dur. Və çıx 3 yazılıb burada. Bərabər neçə eləyəcək? 9-dan 3 çıxanda eləyir 6. Buraya yazıram. Bunu ümumiləşdiririk.
Buranın cavabı oldu 6. Düzdür? Daha sonra isə burada baxıram, bir dənə 20 var. 20'nin üstünə 6 gəlirəm. 26. Cavab eləyəcək 26. Azalanı yenə onluğuna təkliyini ayırıram. 50 üstə gələk 7. Çıx 6 bərabərdir. 7'dən 6 çıxanda 1. 50'nin üstünə 1 gələndə 51. Daha sonra 90 üstə gələk 5 çıxaq 4 bərabərdir. 5'dən 4 çıxanda 1, 90'ın üstünə 1 gələndə 91. 80 üstə gələk 2 çıxaq 2 bərabərdir. 80'dən 2'dən 2 çıxanda 0, 80'in üstünə 0 gələndə elə 80 eləyəcək. 60 üstə gələk 6 çıxaq 3. 6'dan 3 çıxanda eləyir 3. 3'ün üstünə 60 gələndə 63. 40 üstə gələk 6 çıxaq 4. Bərabərdir. 6'dan 4 çıxanda 2. 40'ın da üstünə gələndə 42. 50 üstə gələk 9 çıxaq 7 bərabərdir. 9'dan 7 çıxanda 2. Üstünə də 50 gələndə 52. 60 üstə gələk 1 çıxaq 1 bərabərdir. 1'dən 1 çıxanda 0. 60'ın da üstünə 0 gələndə elə 60. Daha sonra 30 üstə gələk 8 çıxaq 5 bərabərdir. 8'dən 5 çıxanda 3. 30'un da üstünə gələndə 33. Cavablarımız belə olacaq. Davam edirik. Tapşırıq 4'də bizə deyir ki, fərqi şifahi tapın. Bir neçə cavabın doğruluğunu alt-alta çıxmaqla yoxlayın. Əslində biz bunu şifahi tapmalıyıq, amma mən burada sizə yazılı şəkildə göstərəcəm və ya da şifahi şəkildə deyəcəm. 25'dən 3 çıxanda cavab qalır 22. 37'dən 5 çıxıram, cavab olacaq 32. 69'dan 8 çıxıram, 61. 45'dən 1 çıxıram, 44. Daha sonra bunları şifahi deyəcəm. 58'dən 7 çıxıram, cavab qalır 51. 99'dan 9 çıxanda cavab qalır 90. 75'dən 3 çıxanda cavab qalır 72. 87'dən 4 çıxıram, cavab qalır 83. 48'dən 5 çıxıram, cavab qalır 43. İndi bunların bəzilərini gəlin alt-alta yoxlayaq. Məsələn elə 58'dən çıxaq 7'ni. Alt-alta çıxanda bu şəkildə çıxacaq. Bax, bu misaldan söhbət gedir. Buraya yazdığım bu misaldır. 87 çıxanda 1, 5'i yazıram bura. 99'dan çıxaq 9'unu. Bu misalda yazdığım. 9'dan 9 çıxanda 0, 90'ı da gəlib yazırıq buradan. Sonra 75'dən çıxacam 3'ünü. Ay, bunu da belə yazım. Bunu yazıram. 75'dən çıxıram 3'ünü. 5'dən 3 çıxanda 2, 7'ni də buraya yazıram 72. 87'dən çıxacam 4'ünü. 7'dən 4 çıxanda 3, 8'i də buraya yazıram. İndi bu misalı yazacağım. 48'dən çıxıram 5'ini. 8'dən 5 çıxanda 3, 4'ü də indirirəm bura. Bu şəkildə. Keçirəm məsələlərə. 5-ci məsələdə deyir ki, Lalənin 45 qəpik pulu var. Burada 45 qəpik ifadə ediblər. 20 üstə gələk 20, üstə gələk 5 bərabər eləyir 45 qəpik. O qardaşına 5 qəpik verərsə necə qəpik pulu qalar? Gəlib buradan yazıram. Lalənin nə qədər pul var idi? 45 qəpik. 45 qəpikdən deyir, qardaşına 5 qəpik versə, yəni öz qəpiklərindən 5 qəpik azaltsa, 5 qəpik çıxsa, cavab neçə eləyəcək? Cavab eləyəcək 40. Lalənin 40 qəpik pulu qalacaq. Keçdik 6-cı məsələyə. 6-cı məsələdə deyir ki, Samirin 28 oyuncaq maşını var. Bunlardan 6'sı göy, qalanları isə qırmızı rəngdədir. Samirin neçə qırmızı maşını var? 6'sı göydür. 6'sı göydür. 27 dənə də oyuncağı var. Deməli biz nə edəcəyik? 27. Biz nə edəcəyik? 27 oyuncaqdan 6'sını çıxsaq bizə qalacaq 21 oyuncaq.
Bax bu 21 oyuncaq qırmızı oyuncaqların sayıdır. 27 oyuncaqdan bəzisi qırmızıdır, bəzisi göydür. Göy 6-dırsa qalanları qırmızıdır. Qırmızı 21 oyuncaq var. Cavabımız olacaq qırmızı 21. Bu şəkildə. Keçirəm 7-ci hissəyə. Sıfırdan sıfır çıxanda elə sıfırın özü eləyir. Onluqlar alt-alta olan onluqları 1 çıxırıq. Bax burada yazılıb. 2-dən 1 çıxanda qalacaq 1. Cavab eləyəcək 10. Yenə sıfırdan sıfır çıxacağım. Təhliklərimiz sıfırdır. Onluqları da bərabər çıxıram. Yəni alt-alta olan onluqları onluqlardan çıxıram. 6-dan 3 çıxıram. Sonra sıfırdan sıfır çıxanda cavab eləyir 0. 8-dən 5 çıxanda cavab eləyir 3. Sıfırdan sıfır çıxanda 0. 9-dan 2 çıxanda 7. Sıfırdan sıfır çıxanda 0. 5-dən 4 çıxanda 1. Sıfırdan sıfır çıxanda 0. 7-dən 2 çıxanda 5. Sıfırdan sıfır çıxanda 0. 9-dan 7 çıxanda isə eləyəcək cavab 2. Sıfırdan sıfır çıxanda 0. 5-dən də 5 çıxanda yenə 0 eləyəcək. Ədədin özündən özünün çıxanda 0 eləyir. Deməli cavabımız elə 0-dır. Bura 2-dən 0 yazmağa ehtiyac yoxdur. Cavab elə 0 eləyəcək. 0-dan 0 çıxanda 0. 8-dən 3 çıxanda 5. 0-dan 0 çıxanda 0. 9-dan 6 çıxanda 3. 0-dan 0 çıxanda 0. 7-dən 3 çıxanda 4. 0-dan 0 çıxanda 0. 7-dən 3 4-dən 3 çıxanda 1. Cavablarımız belə. Tapşırıq 2-yə gələndə görürük ki, tapşırıq 2-də həm onluqlar verilib, həm də təşkillər verib. Bayaqki təşkillər yalnız sıfırdan ibarət idi. İndi isə təşkillərimizdə də ədədlər var. Deməli, 5-dən 0 çıxanda cavab olacaq 5. 4-dən 2 çıxanda cavab olacaq 2. 8-dən 0 çıxanda 8. 7-dən 4 çıxanda cavabımız eləyəcək 3. 9-dan 0 çıxanda cavab eləyəcək 9. 9-dan 1 çıxanda 8. Amma burada çıxılanda cavab 0 eləyir. Ədədin qabağında 0 ilə başlayan ədəd varmı? Yoxdur. Ona görə 0-ı yazmıram. Elə biricə yazıram. Yəni bura ədədin əvvəlinə 0 yazmağıma ehtiyac yoxdur. Cavabımız 1-dir. 6-dan 0 çıxanda 6. 5-dən 3 çıxanda 2. 2. Tez-tez yazıram. 3, 9-dan 6 çıxanda 3. 8-dən 0 çıxanda 0, 3-dən 3 çıxanda 0 eləyir. 0-ı bura yazmağıma ehtiyac yoxdur. Sonra 1, 1. 6, bax yenə 4-dən 4 çıxanda 0, bura yazmıram 0-ı. 7, 7-dən 6 çıxanda 1. 9-dan 0 çıxanda 9, 3-dən 2 çıxanda 1. 2-dən 0 çıxanda 2, 6-dan 4 çıxanda 2. 9, 3. 9, 1. 2, 6. Cavablar bu şəkildə. Keçirəm tapşırıq 3-ə. Tapşırıq 3 yeni ədəd oxunan istifadə ilə tapmaqdır. Bunun ən asan yolu sizə onluqlarla çıxmağı, onluqlarla toplamağı öyrətmişdim. Yadımızda saxlamalıyıq ki, bura 50 üstəgələk 4-dür. Onluğuna təkliyinə ayırırıq. Onluğuna təkliyinə ayırdıqdan sonra bax burada gördüyümüz 50-dən 10 geri sayıram. 50-dən 10 geri sayanda gəlib dayanıram 40-da. Və üstünə gəlirəm 50-nin qabağındakı 4-ü. 1, 2, 3, 4. Cavabımız eləyəcək 44. Çıxıram 45-dən 20-ni. Birinci 40-dan 20 çıxıb sonra üstünə 5 gələcəm. Bax buradakı 5-i gələcəm üstünə. 40-dan 20 çıxmaq üçün 1 geri sayıram, 2 geri sayıram. 40-dan 20 çıxanda 20 qalır. İndi üstünə gələcəm buradakı 5-i. 2, 4, 5. Oldu cavab 25. Gələk bura. 60-dan 30 çıxacam birinci. 1, 2, 3. 60-dan 3 onluq çıxanda cavab bura elədi. Üstünə də 3 gəlirəm. Cavabımız eləyəcək 33. 51-dən 20 çıxıram.
50-dən 20 geri sayacağım. 10, 20. Və üstünə 1 gələcəm. Cavab eləyəcək 31. 54-dən 40 çıxıram. 54-dən 40 çıxmaq üçün birinci 50-dən 40 çıxacağım. 10, 20, 30, 40. 50-dən 40 çıxanda 10 qalır. Üstünə də 4 gələcəm. 2, 4. Eləyəcək cavabımız 14. 39-dan 30 çıxacağım. Deməli 39-dan 30 çıxmaq üçün 10, 20, 30. Gəldi düşdü 0-a. 0-ın üstünə 9 gəlirəm. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Deməli 39-dan 30 çıxanda cavab eləyəcək 9. 93-dən 40 çıxıram. 90-dan 40 çıxanda 10, 20, 30, 40. Cavabımız eləyir 50. 50-nin də üstünə 3 gələk. 1, 2, 3. Cavab eləyəcək 53. Cavabları belə olacaq. Tapşırıq 4-də bizə deyir ki, fərqi tapın. 67-dən 10 çıxanda cavab eləyəcək 57. 95-dən 50 çıxanda cavab eləyəcək 45. 83-dən 70 çıxanda 13 qalır. 82-dən 30 çıxanda cavab eləyir 52. Daha sonra 87-dən 40 çıxacağım. Cavab 47 eləyir. 92-dən 20 çıxacağım. 72 qalır. 56-dan 30 çıxacağım. 26 qalır. 56-dan 40 çıxacağım. 16 qalır. 72-dən 40 çıxacağım. 32 qalır. 91-dən 50 çıxacağım. 41. 98-dən 50 çıxacağım. 48. 52-dən 40 çıxacağım. 12. 74-dən 50 çıxacağım. 24. 40-dan 10 çıxacağım. 34. Deməli deyir ki, ədədi onluq təkliklərə ayırmaqla misalları həll edin. Birinci 58 onluq təkliyini ayıracağım. 50 üstə gələk 8 çıxaq. 30 elə onluqdan ibarətdir. Gətirib yazıram burada 30. Bu vəziyyətdə nə eləyəcəyik? Bu vəziyyətdə 8-dən 30 çıxa bilmərik ki, xeyr. Birinci 50-dən 30 çıxacaq. Onluqdan onluq, təklikdən təklik çıxmaq lazımdır. Təkliyimiz 0-a bərabərdir. Bərabərdir, buradan qoyuram. 50-dən 30 çıxanda qalır 20. 20-nin də üstünə 8 gələndə qalır 28. Cavabımız oldu 28. İndi bu daha aydın olsun deyə biraz bu şəkildə yazaq. 40-ın üstünə 40-dakı onluq təkliyi ayıranda 40 və 6 eləyir. Onluğumuz 4-dür, təkliyimiz 6-dır. Gətirib yazıram 40, üstə gələk 20. Və buradakı 6-nı gətirib buradan 40 çıxaq 20. Üzr istəyirəm. Gətirib buradan yazacağım. Üstə gələk 6. Deməli təkliyi onluğa ayıranda nə elədik? 40-ı buraya yazdıq, 20-ni gətirdik, onluğun yanına yazdıq. Çünki onluqdan onluq, təklikdən təklik çıxılır. Əgər ürəyiniz istəsə 20-nin təkliyini 0 kimi buraya yaza bilərsiniz. Bərabərdir. Birinci 40-dan 20 çıxacağım. Eləyəcək 20. Daha sonra 6-dan 0 çıxacağım. Eləyəcək elə 6 üstə gələk 6 bərabərdir 26. Daha sonra 80 çıxaq 70. Üstə gələk 2. Mən daha 0-ı yazmıram. Çünki 0 heç nə kəsb eləmir. Buranın təkliyi 0-dır. Gördüyünüz kimi. Yəni bu təkcə onluqdan ibarətdir. 80-dən 70 çıxanda 10. Üstünə 2 gələndə eləyəcək 12. Cavabımız oldu 12. Gəldik. 60 çıxaq 10. Üstə gələk 9. Bərabərdir. 60-dan 10 çıxanda 50. Üstünə 9 gələndə 59. Daha sonra 20 çıx 20. Üstə gələk 9. 20-dən 20 çıxanda 0 eləyir. Üstünə də 9 gələndə elə cavabımız eləyəcək 9-un özü.
50 çıxaq 40 üstə gələk 2 bərabərdir 12. 77-dən 50 çıxanda şifahi həll edirəm artıq bu son 2-ni. 77-dən 50 çıxanda cavab qalır 27. 99-dan 30 çıxanda cavab qalır 69. Bu şəkildə tapşırıq 5-in həlli. Keçirəm məsələ həlli hissəsinə. Deyir, masadan neçə karandaş götürülsə 23 karandaş qalar. Baxıram ki, bax burada neçə dənə onluq var. Onluq karandaş. Üstünə 10 yazılıb. Deməli, bunun içində 10 dənə karandaş var. 10, 20, 30, 40. 10 üstə gələk. 10 üstə gələk. 10 üstə gələk 10. Və yerdə də 3 dənə karandaş var gördüyünüz kimi. Qutudan düşən. Və ya əlavə qoyulan. Bilmirəm artıq. 3 dənə orada yerdə karandaş var. 10, 20, 30, 40. Üstünə də 3 gəlirəm. Bərabərdir 43. Deməli, bizdən də elə deyir, masadan neçə karandaş götürsə 23 karandaş qalar. Yəni, burada deyilir ki, 40-dan, 43-dən neçə çıxsaq 23 qalar. Gəlirəm 43-dən 23-ü çıxıram, buranı tapıram. 43-dən 23 çıxanda 20 qalır. Deməli, cavabımız 20-dir. Tapşırıq 6-da cavab 20 olur. Gəldik tapşırıq 7-yə. Samir və Anar hərəsi fikrində bir ədəd tutub. Samir fikrində tutduğu ədəd, Samirin fikrində tutduğu ədəd 48-dən 20 vahid kiçikdir. Gəlib bura yazıram. Mütləq məsələni yaza-yaza həll eləyin. 48-dən 20 vahid kiçik. 20 dənə balaca. Kiçik deyirsə nə edirik? Çıxırıq. Böyük deyirsə toplayırıq. 48-dən 20 çıxanda neçə eləyir? 28. Deməli deyir Samir fikrində hansı ədədi tutdu? Onun fikrində tutduğu ədəd 48-dən 20 vahid kiçik idi. Cavabı da tapdıq 28. Aha. İkinci hissəsinə baxıram. Bu ədəd Anarın fikrində tutduğu ədəddən 10 vahid çoxdur. Mən keçirəm məsələləri həll edin bölməsinə. Səhifə 37-yə. Tapşırıq 1-də. Tapşırıq 1-də bizə deyir ki, məktəbin həyətinə əkmək üçün 39 ağac gətirdilər. 39 ağac gətirdilər. Ağaclar əkildikdən sonra 8 ağac qaldı. Ağacın nə qədərini isə əkiblər. Yəni 39-dan nə qədərsə ağac götürüblər. 39 dənə ağacın içindən nə qədərsə ağac götürüb əkiblər. Və yerdə isə 8 ağac qalıb. Yəni 39 əvvəl 39 idi. İndi onun yerində 8 qalıb. Deməli, nə qədərini götürüblər? 39-dan çıxacam 8-ni. Yəni cavabımız, fərqimiz 8 eləyib. Azalanımız 39, çıxılanı tapmalıyam. 39-dan çıxıram 8-ni, 31 qalır. Deməli, bizə nə deyirlər? Məktəbin həyətində neçə ağac əkildi? Cavab olacaq 31. Bu misalı bu şəkildə də həll eləmək olar. 39 çıxaq 8 bərabərdir 31. Cavab 31-dir. Sonra tapşırıq 2. Şalvar 35 manatdır. Gəlib tezcə buraya yazıram 35. Köynək bundan 3 manat ucuzdur. 3 manat ucuzdur deyirsəm, şalvar 35 manatdır. Köynək neçəyədir? 3 manat ucuzdur deyirsə, deməli 3 manat azdır. 3 manat aşağıdır. Aşağı olanda nə olur? Çıxırıq. 35 çıxaq. 3 bərabərdir 32. Deməli, köynək neçədir? Köynək 32 manatdır. Bir şalvar və bir köynək almaq üçün neçə manat pul vermək lazımdır? Şalvarımız 35 manatdır. Gəlirəm buraya yazıram 35. Şalvara 35 verdim. Və bir dənə də köynək almalıyam. Köynəyə də verəcəm 32 manat. Deməli, cəmi neçə manat verməliyəm kassirə? 67 manat verməliyəm. Cavab 67. Tapşırıq 2-nin cavabı bu şəkildə.
Aha, deməli burada deyir ki, Səbinə kitabxanadan 80 səhifəsi olan kitab götürdü. Gəlib tezcə yazıram aşağı vərəqimə 80. Deyir ki, burada o bir neçə günə kitabın 40 səhifəsini oxudu. O bir neçə günə kitabın 40 səhifəsini oxuyub. Yəni 80 səhifəsi var idi kitabın. Artıq o 40 səhifəni oxuyub. Səbinə kitabı oxuyub bitirmək üçün neçə səhifə oxumalıdır? Deməli 80 səhifəsindən, kitab 80 səhifəli kitabdan 40 səhifəsini oxuyub bitirib. Yerdə nə qalır? Yerdə 40 səhifə qalır. Oxumalı olduğu. Yəni hələ 40 səhifədə oxumalıdır ki, kitabı bitirə bilsin. Tapşırıq 5-də nə deyilir? Anar kibrit çöplərini bir-birinə yapışdırıb ev düzəltdi. Bunun üçün o 34 yaşıl və bundan 2 dənə az qəhvəyi çöpdən istifadə etdi. 34 yaşıl, bundan, yəni 34-dən 2 dənə az qəhvəyi. 2 dənə az qəhvəyi deyirsə, onda 34 çıxaq 2 bərabər olacaq 32-yə. Deməli, 32 dənə qəhvəyi çöp istifadə edib. Anar cəmi neçə çöp istifadə edib deyirsə, 34-ün üstünə gələcəm 32-ni. Tapacam görüm nə qədər cəmi kibritdən istifadə edib. 66. Cavab olacaq 66. Bu şəkildə. Gəldik hissə 8-ə. 2 rəqəmli ədədin fərqinin, 2 rəqəmli ədədlərin fərqinin tapılmasına. Tapşırıq 1-də bizə deyir ki, fərqi tapın. Artıq görürsünüz, sıfırlardan yox, hamısında ədədlərdən istifadə edib. Yavaş-yavaş çətinləşməyə başlayır. Deməli, amma yenə də diqqətlə işləməyə çalışsaq, burada çətin heç nə yoxdur. Təkliklərdən təkliyi, onluqlardan isə onluğu çıxırıq. Birinci təklikləri çıxaq. 4-dən 2 çıxanda 2, 5-dən 4 çıxanda 1. 9-dan 3 çıxacam 6, 7-dən 2 çıxacam 9-dan 5 çıxacam 8-dən də 4 çıxacam 5-dən 2 çıxacam 6-dan da 5 çıxacam 2-dən 1 3-dən isə yenə 1 çıxacam 5-dən 3 8-dən 6 çıxacam 2-dən 2 çıxanda cavabımız eləyir 0. Ədədin özündən ədədin özünü çıxanda 0 eləyir. 4-dən 2 çıxanda 2. 9-dan 1 çıxanda cavab eləyəcək 8. Ədədin özündən özünü çıxanda 0 eləyirdi. 0 isə bunun əvvəlinə yazmırdıq. Cavabımız sadə 8 olacaq. 8-dən 5 çıxanda 3. 7-dən 4 çıxanda 3. 6-dan 1 çıxanda 5. 7-dən 6 çıxanda 1. 3-dən 3 çıxacaq 0. Təkliklərdə 0 alınanda yazırdıq. 3-dən 1 çıxanda cavabımız eləyir 2. 9-dan 6 çıxanda 3. 7-dən 4-dən 2 çıxanda 2. 7-dən 2 çıxanda cavabımız eləyəcək 5. 9-dan 8 çıxanda cavab eləyəcək 1. Cavablar belə. Tapşırıq 2-də deyir ki, geri saymaqla fərqi tapın. Geri saymaqla fərqi tapanda onluqlardan onluğu geri sayacaq, təkliklərdən də təkliyi geri sayacaq. 4-dən 1 geri sayanda cavab olur 3. 8-dən 4 geri sayanda cavab olacaq 4. 5-dən 2 geri sayıram. 5, 4, 3. 5-dən 2 geri sayıram. 4, 3. Gəlib yazıram bura 3. 9-dan 1 geri sayacağım. 9-dan 1 geri sayanda 8. 7-dən 1 geri sayıram. 7, 6. 5-dən 2 geri sayıram. 4, 3. 5-dən 3 geri sayıram. 4, 3, 2. 5-dən 4 geri sayıram.
4, 3, 2, 1. 5'ten 1 geri sayıram. 4. 9'dan 1 geri sayıram. 8. 3'ten 1 geri sayıram. 2. 7'den 3 geri sayıram. 4. 8'den 8 geri sayanda cavab eləyəcək 0. 9'dan 1 geri sayanda cavab eləyəcək 8. Cavablarımız bu şəkildə. Tapşırıq 3'ə keçirəm. Tapşırıq 3'də mənə deyir ki, yenə ədədləri onluq və təkliklərinə ayırmaqla fərqi tapın, bir neçə misalı şifahi həll edin. 38'dən 23 çıxmaq üçün birinci təklikləri, sonra onluqları çıxacağam. 3 çıxaq 20. Onluqlarımızı çıxıram birinci. Daha sonra üstünə gəlirəm təklikləri. Təkliklərdə bir-birindən çıxacağam. 8, bu təkliyimiz. 8 çıxaq bu təkliyimiz. 3 bərabər neçə eləyir? 30'dan 20 çıxanda 10. Üstünə də gəlirəm 8'dən 3 çıxanda 5. Cavabımız eləyəcək 15. Keçdik bura. Bunu həll eləmək üçün birinci 70'dən çıxıram 10'nu. Üstünə gəlirəm 4 çıxaq 2'ni. Birinci onluqlar, sonra təkliklər. Yazıram 60, üstə gələk 2 bərabərdir 62. Cavabımız oldu 62. Sonra 59'a keçirəm. 50 çıxaq 50, üstə gələk 9 çıxaq 4 bərabərdir. 50'dən 50 çıxanda cavab qalır 0. Üstünə də gəlirəm 9'dan 4 çıxanda cavab qalır 5. Bərabərdir 5'ə. Sonra 90 çıxaq 10. Üstə gələk 4 çıxaq 3 bərabərdir. 90'dan 10 çıxanda 80. Üstünə də 4'dən 3 çıxıram. Cavab qalır 1. Cavab olacaq 81. Keçirəm bura. 60 çıxaq 20. Üstə gələk 6 çıx 4 bərabərdir. 60'dan 20 çıxanda 40. Üstünə də 2 gələcəm, bərabər eləyəcək 42. Sonra 40'dan çıxıram 30'unu. Üstünə gəlirəm 8 çıxaq 4'ü bərabərdir 10. Üstə gələk 4 bərabərdir 14. Misalımızın da cavabı bu şəkildə. Tapşırıq 4'də bizə deyir ki, alt-alta yazmaqla fərqi tapın. Alt-alta yazmaq üçün 46 yazıram, altına 12 yazıram. 68 yazıb altına 44 yazıram. 95 və 72'də 95'i yuxarı, 72 aşağı yazıram. 76'nı yuxarı, 55 aşağı, 87'ni yuxarı, 34 aşağı yazıram. 46'dan 12 çıxacam. 6'dan 2 çıxanda 4, 4'dən 1 çıxanda 3. 8'dən 4 çıxanda 4, 6'dan 4 çıxanda 2. 95'dən 2 çıxanda 3, 9'dan 7 çıxanda cavab eləyəcək 2. 76'dan 55 çıxanda 1 burada qalacaq, 2 də burada olacaq. 7'dən 4 çıxanda 3, 8'dən 3 çıxanda 5. Cavablarımız belə. Tapşırıq 5'də deyilir ki, hesabla və müqayisə et. Birinci hesablayacağım. Buradan hesablayıram. 45 çıxacam. Neçə? 11. Bərabər də olacaq. 5'dən 1 çıxanda 4. 4'dən 1 çıxanda 3. 34. 34 böyükdür yoxsa 3? Təbii ki 34 böyükdür 33'dən. Sonra 68'dən çıxıram 46'sını. Görək cavab neçə qalır. 68'dən 46 çıxanda cavab qalacaq 22. 22 kiçikdir 24'dən. Sonra 86 çıxıram 26 bərabərdir. Cavab qalacaq 60. 60 böyükdür 32'dən. 46 çıxıram 14 bərabərdir. Eləyəcək 32.
32 kiçikdir 33-dən. Cavab bu şəkildə. Keçirəm səhifə 40-a, tapşırıq 6-ya. Bizə deyir ki, toplama və çıxmanın əlaqəsinə aid misal yazın. Bu 3 dənə ədədə aid misallar, səhv eləmirəmsə, biz boş xanalarda doldurmuşduq. Deməli, 28-in üstünə 11 gəlir, 39 eləyir. 39-dan 28 çıxacam, 11 qalacaq. 39-dan 11 çıxacam, 28 qalacaq. Bu şəkildə 3 dənə misal yaza bilərik. Gəlin başlayaq yazmağa. Mən buradan başlayacağım, yazacağım. Birinci bunu yazıram. 28 üstə gələk 11 bərabərdir 39. 39 çıxaq 28 bərabərdir 11. 39 çıxaq 11 bərabərdir 28. 24 üstə gələk 34 bərabərdir 58. 58 çıxaq 24 bərabərdir 34. 58 çıxaq 34 bərabərdir 24. Bu da biri. Daha sonra o birisinə keçirəm. 26 üstə gələk 20 bərabərdir 46. 46 çıxaq 26 bərabərdir 20. 46 çıxaq 20 bərabərdir 26. Digərini də buradan yazıram. 85-i almaq üçün 81 üstə gələk 4 bərabərdir 85. 85 çıxaq 4 bərabərdir 81. 85 çıxaq 81 bərabərdir 4. Bir də burada əlavə olaraq bunu da yaza bilərsiniz. 4-ün üstünə 81 gələndə cavab 85 eləyir. Toplananların yerini dəyişəndə cəm dəyişmir deyə mən bu misalı əlavə olaraq yazmadım bura. Səkkiz, bunları da əlavə eləyək. Bir də 20 üstə gələk 26 bərabərdir 46. Buradan yazıram 11 üstə gələk 28 bərabərdir 39. Bu şəkildə. Deməli 53-ün üstünə gələcəm 41, cavab eləyəcək 94. Neçənin üstünə 40 gəlsəm 85 eləyər. Yox, 40-ın üstünə neçə gəlsəm 85 eləyər. Cavab eləyəcək 45. 75-in üstünə 4 gələndə cavab eləyəcək 79. Neçənin üstünə 41 gəlsəm 94 eləyər. Boş xananı tapmaq üçün deməli 41-dən 94-dən 41-ni çıxacam. Cavab eləyəcək 53. 45-in üstünə neçə gəlsən 45-in üstünə 40 gəlsən neçə eləyər? Cavab eləyəcək 85. Sonra 4-ün üstünə neçə gəlsən 79 eləyər. Cavab eləyəcək 75. Sonra neçədən 41 çıxsan cavab eləyəcək 53. Deməli 94-dən 41 çıxanda cavab eləyir 53. 94-dən neçə çıxsan 41 eləyəcək. 94-dən 53 çıxsan 41 eləyəcək. Sonra belə 85-dən 40 çıxanda 45 eləyir. 85-dən 45 çıxanda 40 eləyəcək. Sonra 79-dan 4 çıxanda 75 eləyəcək. 79-dan 75 çıxanda 4 eləyəcək. Deməli, burada bizə deyir ki, tam və onun hissələrini əmələ gətirən ədəd üçlüyünü müəyyən edin. Bu ədəd üçlüyündən istifadə edərək toplama və çıxma yazın. Deməli, birinci bu ədəd üçlüyünü müəyyən edəcəm. 14-ün üstünə 25 gələndə görək neçə eləyir. Ona uyğun tapacağıq. Cavab eləyəcək 39. Deməli, ədəd üçlüyümüz nədir? 25, 14 və 39.
14'ün üstünə gələndə deməli buradan yazacağım. A variantı qoyuram başına. 14'ün üstünə 25 gələndə eləyəcək 39. 25'in üstünə 14 gələndə bərabər olacaq 39. Sonra 39'dan çıxanda 14'ünü bərabər eləyəcək 25. 39'dan çıxanda 25'ini bərabər olacaq 14'ə. Keçək B ədəd üçlüyünə. Burada deyilir ki, yenə ədəd üçlüyümüzü tapacağıq. Tapaq görə hansıdır? 5'in üstünə 42 gəlirəm mən birinci. Cavab eləyir 47. Deməli 48'imiz ədəd üçlüyündə yoxdur. Yazıram buradan 5. Yazıram buradan 5 üstə gələk. 42 bərabərdir 47. Yenə yazıram 42 üstə gələk 5 bərabərdir 47. Və 47 çıxaq 5 bərabərdir 42. 47 çıxaq 42 bərabərdir 5'ə. Da belə getdik. Yazıram C-ni. Birinci 25'in üstünə 32 gəlirəm. Cavab eləyir 57. Baxıram ki 57 burada heç birində yoxdur. İndi 32'nin üstünə 44 gələk. 32'nin üstünə 44 gələndə cavab eləyəcək 76. 76 da yoxdur. İndi 25'in üstünə 44 gəlirəm. 25'in üstünə 44'ü gələndə cavab eləyir 69. Bunu çıxıram. Deməli 32 yoxdur ədəd üçlüyümüzdə. 25, 44, 69 olacaq. 25'in üstünə gəlirəm buradan. 44'ü bərabər olur 69'a. 44'ün üstünə 25 gəlirəm. Yenə 69. 69'dan çıxıram. 25'ini bərabərdir 44. 69'dan çıxıram 44'ü bərabər eləyəcək 25. Bu şəkildə cavablarımız. Keçdik məsələ həllərinə. Tapşırıq 9'da baxıram. Samir pul qabındakı pulun 25 qəpiyinə karandaş aldı. Pul qabında baxaq görək birinci neçə qəpik pul var. Biri 50 qəpikdir, biri 5 qəpikdir, biri 10 qəpikdir. Eləyir 65 qəpik. Gəlib buradan yazıram. Pul qabında neçə qəpik pul var? 65 qəpik. O 35 qəpik pulunun qaldığını düşünür. Samir düşünür ki 65 qəpik puldan 25 qəpiyinə karandaş alandan sonra 35 qəpik pulu qalıb. Gəlin görək o doğru mu düşünür? 5'dən 5 çıxaq. Eləyəcək 0. 6'dan da 2 çıxaq. 6'dan da 2 çıxaq. Cavabımız eləyəcək 4. Əslində Samir'in 40 qəpik pulu var. Samir isə düşünür ki onun 35 qəpik pulu var. Cavab Samir düzmü düşünür? Xeyr. Samir düz düşünmür. Onun 40 qəpik pulu qaldı. Keçdik məsələ 10'a. Məktəb avtobusunda gəzintiyə gedən 35 nəfərdən 12'si valideyn, qalanı şagird. Avtobusda neçə şagird vardı? Aha, deməli deyir ki, avtobusda gedən sərnişinlərdən, yəni 35 sərnişindən 12'si valideynin neçə nəfər şagird var? Çıxıram burada 35'dən 12'sini bərabərdir 23. Cavabımız olur 23. Deməli, avtobusda 23 şagird gedir. Gəlib buraya yazıram. Cavab 23. Deyir ki, şagirdlərin 10'u qız, qalanı oğlandır. Şagirdlərin neçəsi oğlandır? 23 şagirddən 10'u qızdırsa, qalanı oğlandır da. Düzdür? Deməli 13 dənə oğlan var. Bu şəkildə. Tapşırıq onun cavabı. Gəldik çatdıq ümumiləşdirici tapşırıqlara. Ümumiləşdirici tapşırığımızda birinci misalımızda deyir ki, fərqi tapın. Gəlin fərqi tapaq. 9'dan 5 çıxanda 4, 3'ü də gətirib yazırıq bura. 3'dən 2 çıxanda 1, 8'i buraya yazıram.
7-dən 6 çıxanda 1, 4-ü buraya yazıram. 9-dan 8 çıxıram 1, 9-u buraya yazıram. 6-dan 3 çıxıram 3, cavab olur 63. 8-dən 2 çıxıram 6, cavab olur 76. 0-dan 0 çıxanda 0. 6-dan 4 çıxanda 2. 8-dən 0 çıxanda 0, 3-dən 0 çıxanda 0 qalır, yazmıram bura. 0-dan 0 çıxıram 0. 5-dən 4 çıxıram 1. 5-dən 0 çıxıram 5. 6-dan 1 çıxıram 5. 5-dən 0 çıxıram 5. 7-dən 2 çıxıram 5. 7-dən 0 çıxanda 7. 8-dən 5 çıxanda 3. 8-dən 5 çıxanda 3. Çıxıram 3. 6-dan 3 çıxıram 3. 7-dən 0 çıxıram, yazmıram bura. 8-dən 6 çıxıram 2. 9-dan 2 çıxıram 7. Sonra 5-dən 3 çıxıram 2. 8-dən 5 çıxıram 3. 6, 4. 46. 6-dan 4 çıxıram 2. 7-dən 3 çıxıram 4. Ümumiləşdirici tapşırıqlar bu şəkildə. Birinci tapşırığımız. Deməli, ikinci tapşırığımızda deyir ki, geri saymaqla fərqi tap. 80-dən 40 geri sayanda 80, 70, 60, 50, 40. Deməli, 80-dən 40 geri sayanda cavabımız olacaq 40. 77-dən 5 geri saymaq üçün 7-dən 5 geri sayacaq. Çünki bu təklikdən ibarətdir. Onluğu yoxdur. 7-dən 5 geri sayanda cavab olur 2. 7-ni də yazıram onun qabağına. 1-dən 0 geri sayanda cavab olur 1. 6-dan 3 geri sayaq. Onluqlardan onluğu geri sayırıq. 6-dan 3 geri sayanda 6, 5, 4, 3. Cavab eləyir 3. 6-dan 0 geri sayanda 6. 7-dən 2 geri sayanda 6, 5. Cavab olacaq 5. Sonra baxıram təkcə təklikdən ibarətdir. Təkliklərdən 9-dan 8 geri sayanda 7, 6, 5, 4, 3, 2, 1. 9-dan 8 geri sayıram 1. 3-ün heç nə ilə əlaqəsi yoxdur. Yazıram bura 3. 3-dən 0 geri sayanda 3. 9-dan 4 geri sayanda 5 qalır. 5-dən 0 geri sayanda 5 qalır. 3-dən də 3 geri sayanda 0 qalır. Deyirdik ki, onluğumuzda 0 qalanda bura yazmağa ehtiyac yoxdur. Çünki cavab elə sadə 5 olacaq. Sonra keçirəm tapşırıq 3-ə. Tapşırıq 3-də bizə deyir ki, ədədləri onluq təkliklərə ayırmaqla fərqi tapın. Bir neçə misalı şifahi həll edin. Gəlin başlayaq. 40 çıxaq 7, 40 üstə gələk. 7 çıxaq 5 bərabərdir. 40 üstə gələk. 7-dən 5 çıxanda 2, cavab olacaq 42. 50-dən 20 çıxanda bunun onluğu elə onluq şəklində yazıldığı üçün elə birbaşa cavabı yazıram. Bunun təkliyi yoxdur. 0 olanda 0 heç nə hesab olunur. 5-in üstünə 5-dən 2 çıxanda cavab eləyəcək 3. Arxasına da 0 yazıram. Cavabımız oldu 30. 70 çıxaq 20 üstə gələk 9 çıxaq 6 bərabərdir. 70-dən 20 çıxanda cavab olacaq 50. 50-nin də üstünə gəlirəm 6-dan 9-dan 6 çıxanda 3. Cavab olacaq 53. Keçdim bura. 80 çıxaq 30. Üstə gələk 4 çıxaq 4. Bərabərdir. 80-dən 30 çıxanda eləyəcək 50. 50-nin də üstünə 0 gələcəm. Bərabərdir. Elə cavabımız eləyəcək 50. Bərabərdir. 80 çıxaq 30. Üstə gələk 7 çıxaq 5 bərabərdir. 80-dən 30 çıxanda 50. Üstünə gələcəm 7-dən 5 çıxanda 2 bərabərdir 52. Bu da bərabərdir. 90 çıxaq 20. Üstə gələk 6 çıxaq 4 bərabərdir.
90-dan 20 çıxanda 70, üstünə gələndə 2-ni bərabərdir 72 eləyəcək. Sonra 70 çıxaq 0. Çünki 4-ün qabağında heç nə yoxdur. Üstə gələk. 7 çıxaq 4. Bərabərdir. 70-dən 0-ın çıxanda 70. Yəni bircə dənə onluğumuz var burada 7. Üstünə gəlirəm. 7 çıxaq 4'ü. Bu da eləyəcək 3. Bərabərdir 73. Cavabımız oldu 73. Misalımızın davamı var. Bəli, misalın davamı budur. 90 çıxaq 20. 90 çıxaq 20 üstə gələk 6 bərabərdir. 90-dan 20 çıxanda 70, üstünə 6 gələndə bərabərdir 76. Sonra 60 çıxaq 60 üstə gələk 5 bərabərdir. 60-dan 60 çıxanda cavab qalır 0, üstünə də 5 gələndə bərabərdir 5. Cavabımız oldu sadə 5. 90 çıxaq 60 üstə gələk 4 çıxaq 1 bərabərdir. 90-dan 60 çıxanda eləyəcək 30. Üstünə də gələndə 3'ü bərabərdir 33. 58-dən 34'ünü çıxacam. 50 çıxaq 30. Üstə gələk 8 çıxaq 4 bərabərdir. 50-dən 30 çıxanda 20. Üstünə də 8 çıx 4'ü gələndə bərabər 4 bərabər eləyir 24. 80 çıxaq 20 üstə gələk 5 çıxaq 5 bərabərdir. 80-dən 20 çıxanda eləyəcək 60. Üstünə də gələcəm 5 çıxaq 5 0 eləyir bərabərdir 60. Misalımızın davamı da bu şəkildə. Deməli, tapşırıq 4-də bizə deyir ki, A variantında 73 və 42 ədədlərinin fərqini tapın. Fərq deyirsə, nə edirik? Çıxırıq. 73 və 42 ədədlərinin fərqi. Bərabərdir. 3-dən 2 çıxanda 1, 7-dən 4 çıxanda 3. Cavab olacaq 31. B variantda deyir ki, azalan 38. Çıxılan 18 olarsa fərqi tapın. Azalan 38, çıxılan 18 olarsa fərqi tapın. Cavab eləyəcək 20. C variantında deyilir ki, azalan C variantında deyilir ki, azalan 65, çıxılan 53 olarsa 65, çıxılan 53 olarsa fərqi tapın. Cavab eləyəcək 12. 97 ədədindən 26 vahid kiçik. Vahid kiçik deyirsə 26 ədəd kiçik, 26 dənə kiçik, 26 vahid kiçik deyirsə bunların hamısı nə deməkdir? Çıxmaq deməkdir. Kiçik deyirsə çıxmaq deməkdir. 97 çıxaq 26 bərabərdir eləyəcək 71. Cavablar bu şəkildə. Tapşırıq 5-də yenə cədvəl var. Mən müvafiq olaraq alt-alta yazmışam. Siz də cədvəllə tutuşdurub yazarsınız. Deməli, azalan 55-də çıxılan 10'dur. Cavab olacaq 45. 28 azalandır. Fərq 15'dir. Bizdən də çıxılanı soruşur. Nə edəcəyik? 28-dən 15 çıxacağıq. Çıxılanı tapacağıq. 28-dən 15 çıxanda cavab eləyir 13. 28-dən 13 çıxanda cavab qalır 15. Çıxılan verilib 30, fərq verilib 40. Azalanı tapacağıq. 30-dan 40'ı toplayırıq, azalan tapılacaq onda. Cavab eləyir 70. Sonra azalan verilib 76, fərq verilib 20, çıxılanı istəyir. 76'dan 20 çıxacam, fərqi tapacam. 56. 45 verilib, 3 verilib. Azalan verilib, çıxılan verilib, fərqi istəyir. 45'dən 3 çıxanda 42 qalır. Çıxılan verilib, fərq verilib, azalanı istəyir. Fərqlə çıxılanı toplayıram, azalanı tapacam. 68.
Sonra azalan verilib, fərq verilib, çıxılanı istəyir. 86-dan 26 çıxacam, buranı tapacam. Cavab eləyəcək 60. Bu qədər. Cədvəli bu şəkildə doldurasınız. Bizə deyir ki, hesabla və müqayisə et. Bu hissəyə müqayisə işarəsi qoyacaq. 78-dən 5 çıxıram. Cavab qalır 73. 73 kiçikdir 75-dən. 38-dən 4 çıxıram. Cavab qalır 34. 34 böyükdür 30-dan, 31-dən. Sonra 24-ün üstünə 25 gələndə eləyəcək 49. 41-in üstünə 7 gələndə eləyəcək 48. 49, 48-dən böyükdür. Sonra 78-dən çıxıram 38-ini. Cavabımız eləyəcək 40. 41-in üstünə 1 gəlirəm 42. 42, 40-dan böyükdür. Sonra 64-dən 4 çıxıram və 60-la müqayisə edirəm. Cavab bərabər olacaq. Çünki 64-dən 4 çıxanda 60 qalır. 49-dan 17 çıxıram. Cavab olacaq 32. 32 bərabərdir 32-yə. 56-dan 24 çıxıram. Və 20-nin üstünə 2 gəlirəm. 20-nin üstünə 2 gələndə cavab eləyir 22. 56-dan 24 çıxanda cavab eləyir 32. 32 böyükdür 22-dən. Gəlirəm 64-ün üstünə 20 gəlirəm. 84. 40-ın üstünə 5 gəlirəm. 80. 40-ın üstünə 45 gəlirəm. 85. Təbii ki 85 84-dən böyükdür. Cavablarımız bu şəkildə. Yəni tərəzi məsələsi var. 7-ci tapşırığımızda deyir ki, boş xanalara uyğun ədədləri yazın. Gəlin yazaq. Deyir 45-dən neçə çıxsaq 23 eləyər. 45-dən gəlib 23-ü çıxacam. Çıxılanı tapmaq üçün. 45-dən 23 çıxanda cavabımız eləyəcək 22. Deməli 45-dən 22 çıxsaq cavab 23 olacaq. Sonra 54-dən neçə çıxsaq 33 eləyər. 54-dən 33-ün çıxıram, cavab qalır 21. 64-dən neçə çıxsaq 50 eləyər. 64-dən gəlib 50-ni çıxıb çıxılanı tapacam. Tapıram ki, bura 4-dür, burada 1-dir. 64-dən 14 çıxanda 50 eləyir. Sonra toplananlardan biri verilib, digər toplananı istəyir bizdən. 23-ün üstünə neçə gələndə 45 eləyir. 23-ün üstünə 22 gələndə 45 eləyər. Sonra bizə deyir ki, 54-ün üstünə 33-ün üstünə neçə gəlsə 54 eləyər. Deyəcək burada 1, bura isə 2. Deməli 33-ün üstünə 21 gələndə 54 eləyir. 64-dən 50-ni çıxıb buranı tapacam. Məchul toplananı. Cavab eləyəcək 14. 50-nin üstünə 14 gələndə 64 eləyir. Ümumi cavab bu şəkildə. Gəldik məsələlər hissəsinə. 8-ci məsələdə deyir ki, Samirin anası atasından 4 yaş kiçikdir. Onun atasının 38 yaşı varsa, anasının neçə yaşı var? Atanın 38 yaşı var. Ana isə atadan 4 yaş kiçikdir. 38-dən çıxacaq. Kiçik olur deyirsə çıxırıq. 38-dən çıxırıq 4-ünü. Bərabər deyilir 34. Cavab 34-dür. Yəni Samirin anasının 34 yaşı var. Sonra 9-cu məsələdə deyir ki, kitabxanaya 48 kitab gətirdilər. Ümumi kitabların sayı 48-dir. Kitabxanaya 48 kitab gətirildi. Onlardan 23-ü heyvanlar haqqında, qalanı isə nağıl kitabı idi. 23-ü heyvanlar haqqında idisə, 48-dən çıxacam 23-ünü. 48-dən çıxacam 23-ünü. Cavab eləyəcək 25. Deməli, qalanı da nağıl kitabı idisə, deməli 25 nağıl kitabı var. Cavab olacaq 25. Bu şəkildə.
Sonra deyir ki, Anar və Lalə fikrində bir ədəd tutdu. Lalənin fikrində tutduğu ədəd 78-dən 40 vahid kiçikdir. 40 vahid kiçikdir deyirsə, 78 çıxaq 40 olacaq. Bu da bərabər deyiləcək 38. Deməli, Lalənin fikrində tutduğu ədəd 38-dir. Daha sonra deyir ki, Anarın fikrində tutduğu ədəd isə 32-dən 13 vahid böyükdür. 32-dən 13 vahid böyükdür deyirsə, böyükdür. Böyükdür dediyinə görə üstünə gələcək. Böyük, kiçik məsələ. Kiçikdə çıxırıq, böyükdə toplayırıq. Bərabərdir. 45. Cavab olacaq 45. Cavab olacaq 45. Aha. Kimin fikrində tutduğu ədəd böyükdür? İndi cavabları müqayisə eləyəcəyik. 38 yoxsa 45? Təbii ki də 45 38-dən böyükdür. Cavab Lalənin. Yox, cavab Anarın. Anarın fikrində tutduğu ədəd daha böyükdür. Bu şəkildə. Məsələdə deyir ki, uşaqlar bağdan 38 kiloqram alma dərdilər. Onlar almaları hər biri 10 kiloqram olmaqla, biri 10 kiloqram olmaqla 3 səbətə yığdıqdan sonra artıq qalanı 4-cü səbətə yığdılar. Yəni qalanını deməli artıq qalıb ki, 4-cü səbətə də yığıblar. Uşaqlar 4-cü səbətə neçə kiloqram alma yığdılar? Deməli, uşaqlar 38 kiloqram alma yığıblar. 3 dənə 10 kiloqramlıq səbət 30 kg eləyir. 30 kiloqram tutur. Yəni, bu bərabər olacaq 30 kiloqrama. Deməli, 3 səbətimiz 30 kiloqram tutursa, 38 kiloqram almanı da bu 3 səbətə boşaldıblar. Çıxacaq 30 kiloqramını. Qalacaq 8 kiloqramı. Deməli, 4-cü səbətə 8 kiloqram alma töküblər. Cavab 8. Bir də izah edirəm. 38 kiloqram almanı 3 dənə 10 kiloqramlıq eləyir. 10 üstə gələk 10, üstə gələk 10. O da cavab eləyir 30. 30 kiloqramlıq səbətə töküblər. Yerdə qalıb 8. Bu 8 kiloqramda bir səbətə daha töküblər. 4-cü səbətə. 4-cü səbəti doldurmaq üçün deməli 4-cü səbətdə var 8 kiloqram. Amma səbət 10 kiloqram tutur. Bir səbətimiz 10 kiloqram tutur. Neçə kiloqram daha dərmək lazımdır? 10 kiloqram bir səbətimiz 10 kiloqram tutduğu üçün buraya yazıram 10 kiloqram. Çıxıram 8 kiloqramını. Çünki bu 10 kiloqramlıq səbətin içində artıq 8 kiloqram var. 2 kiloqramlıq yerim qalıb. Yəni cavab 2 kiloqram daha yığılmalıdır ki, mənim səbətim dolsun. Bu qədər. Bugünkü dərsimiz bu qədər. Səhifə 42-yə qədər izah elədik. Gələn dəfəki dərsimiz isə bölmə 4 olacaq. Bugünlük sizinlə sağollaşıram.